Salamlar, yeni vloqa xoş gəlmisiniz. Bu vloqda 2 həftənin gəzintilərini, çəkilişlərini və kadr arxasında olan bir çox şey görəcəksiniz. Düşünürəm ki, bu coffee shop-u hamınız tanıyırsınız, çünki Instagramda trend olmuşdu və biz də Aytənlə qərara gəldik ki, gəlib Səbuhiyə dəstək olaq. Aytən salam. Salam, salam. Elə dedi ki, mən arığa, mən desert seçə bilərəm. Texniki momentlərimiz. Hə, o. Məndən yaxşı bilirsən. Səsimizi yoxlayaq istəyirsən. Orada nə deyəcəm? Dinə, bir üstünə 5-ni qoy, dinə. Hə? Yox, kim olub da yəqin dost tanış, kimsə dəstək eləməsin, ekslər, nə bilim, kimsə eks sevgililərim falan. Yox, eks sevgilim yoxdur. Eks sevgilin yoxdur, canım, mənim tezliklə olacaq inşallah. Necə? Eks sevgilərim yoxdur. İndiki sevgilim də yoxdur. İndiki sevgilim var. İndi olacaq, uca kafen var canım mənim. Uca bu dəqiqə hamı istəyir ki, filan kəsin kafesi var. Bu dəqiqə sevgililərin çox olacaq. İnşallah. Aytacın backstage-ini çəkirəm. Hamı bir-birini çəkir. Yenə tanınmış simalar var ki, onları arzulayardın ki, burada görəsən, sənin coffee shop-uva gəlsinlər. Bilirsən də, mənim verilişim bir manifest ocağıdır. Mənim verilişimdə nə arzu deyilirsə, həmişə Çin olur. Güldün, elə bir inanmadım canım. Yox, inanıram. Yaşam. Mikəsəri güldü, belə eləmiş. Orada Aygün Kazımova. Aygün Kazımova, sonra? İndi mən orada Röya xanım desəm, bir də Aygün Kazımova desəm. Onlar uşu badişqadılar. Onlar uşu badişqadılar, narahat olma. İstəyim çox böyük olmaz. Yox, niyə ki? Sən nə vaxtsa bu kafeni açmağı arzuluyurdun. Səsindəki qorxu. Səboy, bəs bura gələnlərdə ən gülməli, ən maraqlı kim idi? Ən gülməli, yaxşı çünki gülməli məndirəm. Siz. Çox sağ ol. Neysə. Səsindəki qorxu. Tam da kamerasız dedim, mən dəqiq mən. Bəli. Mən daha işlənəmək elə bil. 100%. Yaxşısa? Deməli, Səboy, sən üçün müştərilər gəldi. Salam, xoş gəlmisiniz. Sən müştərini mən gözləyərəm. Qarışanda həm müharibəyə oxuyur, içərisində olur. O bir dənə bunu çəkim. Mama pişirir düzdür. Hə, doğru, axı. Amma bu da çerezli düzdür. Azəq bir dənə mənə Pomidor desert var. Pomidor burada yoxdur. Bura Aleksandr gəldi o vaxtı. Rusiyadan gəldi demişdi. O çox məşhur bir şirniyyatdır. Biz məsəl üçün Kirli banan, ortadaki nedir? Apelsindir, hə? Hə, apelsindir canım mənim. Getdik. Salamlar, necəsiz? İlk öncə ondan başlayım ki, hal-hazırda mən kirpiyə gedirəm. Mənim gözəllik sferasında ən sevdiyim şey kirpikdir. Ona görə davamlıdır ki, kirpi elətdirirəm və çox da razıyam. Həmişə getdiyim bir salona gedəcəm yenə. Klasik qaynaq elətdirirəm, hansı ki çox təbii görünür, gözəl görünür. Günəş də çox qəribə vurur buradan. İnsanı, hər insanın yox, təbii də olunanda bir çox insan dəyişir deyə düşünürəm. İndi gedirəm rəfiqəmlə görüşəm. Biraz molda gəzəcəyik, baxacaq nələr var və yemək yeyəcəyik. Təbii ki, indi Bakının tıxacındayam. 5 dəqiqəlik yolu 25 dəqiqəyə gedirəm.
gedəndən sonra çəkməyə çox da bir şey olmadı. Çünki həm çox isti idi, həm düzəməlli nə isə yox idi göstərim. Heç axtardığımı da tapmadım. Ona görə çox da heç nə çəkmədim. Sadəcə vaxt keçirdik birlikdə. Moldan çıxdım, rəfiqəmlə ayrıldıq. Mol çox isti idi və mənim nəfəsim artıq daralırdı. Baxmayaraq ki, üst geyimi də çıxartsam, fərqi yox idi. Nəyi demək istirdim? Mən ən azından hal-hazırda bununla qarşılaşdığım üçün bu mövzunu açmaq istəyirəm. Ən azından 2019-dan bəri mən maşın sürürəm və illərdir bununla da neçə dəfə qarşılaşmışam və mənə çox qəribə gəlib. Düşünürdüm ki, okey, bəlkə mən də onda təzə sürürdüm, bəlkə yanlışlarım vardı və s. Amma indi fikir verirəm ki, mən məsələn parkingdən çıxıram, yol keçən avtomobillər var və yaxud da ki, parkingdən ikimiz də çıxırıq, bir-birimizə yol verməliyik. Mən fərq etmir, yol mədəniyyəti, etikası və qaydası bildiyim üçün kim yol verməlidirsə, yol verirəm. Bacardıqca özüm yol verirəm. Kimsə mənə yol verirsə təşəkkür eləyirəm. Amma xüsusilə xanımlar nədənsə başqa bir xanıma yol vermirlər. Nə üçün bilmirəm. Məsələn, əgər mənə 2 xanım yol verirsə, 5 xanım yol vermir. Çox maraqlıdır. Adicə biz parkingdən çıxırıq. Xanım çox ekstremallı bir şəkildə bir çıxış eləyir. Məsələn, mən çıxıram, məni gözləyirsə, mən bunları anlamıram. Əgər sən mənə heç nə deməyəcəksənsə, bunu mimik jestlərlə bildirməyin də bir mənası yoxdur. Yəni o məni nə tələsdirir, nə də məni gecikdirir. Mənə əksinə diqqətimi yayındıra bilər. Mən buna diqqət eləmişəm və mənə çox maraqlıdır. Xüsusilə maşın sürən xanımlarda istəyərdim ki, buna geri dönüş eləsinlər ki, bu hadisəni yaşayırlarmı? Ümumiyyətlə bu döngü nədir? Buna səbəb nədir? Hansı imkandır ki, bunu yaratmağa icazə verir? Bilirəm ki, burada neynədiyimi tam başa düşmürsünüz, amma məni Instagramdan izləyirsinizsə, artıq nə olduğunu çoxdan bilirsiniz. Keçən dəfə Instagramda paylaşdım ki, vlogları sevdiyim üçün çəkirəm, amma istəyirəm ki, sizin üçün həm yararlı olsun, həm də maraqlı. Buna görə nəinki tək backstage-ləri paylaşmaq, həm də mobil videografiya haqqında kiçik trekləri bölüşmək istəyirəm. Hansı ki, kamera ayarları, düzgün rakurs, işığın düşmə dərəcəsi, telefonun düzgün sahiblənmə və s. Bu haqda tez-tez bölüşürəm ki, artıq sahə böyüdükcə təlim verənlər də çoxalır. Mənimsə burada göstərdiyim, verdiyim məlumatlarsa sadəcə əlinizdəki telefonu professional şəkildə gündəlik həyatda işlətməyinizə istiqamət vermək üçündür. Amma təbii ki, mobil videoqraflar da bu məlumatlardan istifadə edə bilərlər. Əsla və əsla saçımı düzəldə bilmədim. Yəni düzəldə bilmirəm. Fənləmişəm deyəmi belə buradakılar belə çıxıb ya. Çəkilişdən çıxdım, gəldim molan. Alınacaq şeylərim var idi. Amma burada istədiklərimin hamısını tapmadığım üçün ancaq birini aldım. Bir də ona tatlı kiçik sürprizlər eləyirəm. Necə gözəl gün çıxdı. Səhər hara, indi hara? Bilmirəm, ümumiyyətlə bu günəş nə vaxta qədər davam edəcək. Amma nədənsə mən bu il çox istəyirəm yay gəlsin. Gördüm ki, hamı bu təzə-təzə soyuq olanda, keçən ay falan, hamı paylaşır ki, yay gəlsin, istəyirəm yay olsun falan. Deyirdim ki, yəni nə tez? Yəni hər fəslin öz dadı var da. İndi başa düşürəm niyə. Bilmirəm burada nə dərəcədə görünür. Əməlli başlı qar yağır. Əməlli başlı da görünür. Amma doğrudan heç nəyi dəyişməyib. Hə, eynidir. Yox, bura elə açılmamışdı mən gələndə. Bu hissə. Bu var idi, bunlar var idi, amma bu ikisi yox idi.
Qara, bax qara, gəl necə yağır. Burada qırışılan köynəyim. Susluqdan yanıram, su içəcəm indi. Burada ne var? Aa, burada açılıb. Buranı görməmişdim heç. Biz bunu bacaracağıq. Üstüdə bunu mən qədər pul verəsən, axırda da özün qoşasan bunu. Ay təmizə bax ama. Ay ne geçen bir kere özümüz çəkək. Çağırım yak. Ay belə olmalıq. Mən kamera yanan kimi ekstra səmimiyyət yaranmalı. Bu videoda bilmem ne diyeceğim ama. Sen varsan zaten. Bence geçen. Onda bir iki bakılır. Çok fazla değil. Bugünkü bırakılır çok kısa değil, çok meraklı olacak. Çünkü içeri geçen yoksa yok. Bugünkü bırakılır çok meraklı olacak. Çünkü dolu da meraklı olacak da. Düz demirəm, elə bir də demirəm də. Hamını tanıyırsan. Bugünkü bırakılır çok meraklı olacak. Çünkü benim qonağım hiç vaxtı, bundan qabaq heç vaxtı müsahibə verməmişdi. Amma bugün olar. Bugün çox İnşallah sensin. Bu kadar məşhur. Bugünkü buraxılışım çox maraqlı olacaq. Çünki mənim qonağım bundan qabaq heç vaxtı intervyu verməmişdi, amma Dedim bugün olar. Səcim yox. İstərsən səsini əli də taxsın. Sən? Sən? Neçə yaşın var hal-hazırda və bürcün nədir? Çünki məncə hər kəsə Aytac gülür, maraqlı sual budur. Mənim 23 yaşım var. Bürcüm də Blizniцы. Əkizlər. Əkizlər. Tam əkizlər bürcü sana bu arada, doğrudan da. Ha? Ən sevdiyin qız bürcü hansıdır? Qızlarda. Başım çıxmır bürcülərdən. Doğrudan inanmırsan onda. Yaxşı, ən sonuncu sevgilimin bürcü nə idi? Bilmirsən? Ad günü nə vaxt idi? Heç soruşmamısın. Belə olar, Əli. Ay Allah. Sonra. Tak. Bir şey diyeceğim. Da. Будет? Bugün olar da fiş qoşduq. Na, səncə bəs? Tam başa düşmediğim için. Sənə deyirəm, mən orada sonda Bir dakika. Ben prosta baxarıq. Çəkilişimiz bitti dostlar. Ümid edirəm ki, çox şey çəkə bilmişəm. Ümid edirəm. Ben papak koyum. burada gözləsin problem olmaz. Bu hardasa oturub gözləsin. Nasıl vaxt 15-30'a kimi idi? Все, у нас время становится полчетвертого года. Это же внутри куда Да. Her şey alaydı. Çok sağ olun. Çekilişim şurada bugüne kalmış. Bu havaya. Ayten'in looku. Question is my profession. Pencerenin üstüne kısa kurtka giyinip diye. Bugün ayrıca çok style. Daha da yeni. Gəldim parkinqə. Bugün hava dəhşət soyuqdur. Bir də götürmüşkən dedim sizə çəkeyim. Həmişə mən maşına belə şeylər atıram. Çöldə olanda, hansı ki çəkilişdən çıxanda eləyəndə arada vaxt olursa ya da ki evə gedirəmsə, evə çatana qədər ya da başqa bir çəkilişə gedirəmsə, yoldan belə atışdırıram. Bir də normalda termosum olur yanımda, amma bugün o yoxdur. Çəkəndə dedim bunları da göstərim. Bunu Rossmanndan almışdım. Bir belə paketdə idi. İçərisindən belə daxıda paketlənmiş halda çıxırlar. Zeytunlu, kəkikli krakerlərdir.
Bugün başqa heç bir çəkilişim yoxdur. Demək olar ki, gün mənim üçün çöldə bitdi. Gedirəm evdə isti kofemə eləyib içməyə və montaja başlamağa. Amma sabah da bir gündə olduqca çəkilişlərim var. Sizi sabah da aparıram, bir gün də aparıram özümlə və vloqlarımı biraz inkişaf elətdirirəm. Məncə bu vloqda o hiss olunacaq deyə düşünürəm. Teatr. Niye ama qəşəngdir məncə? Çünki sizin zaten var da kontentlərdə. Storydən də tanıyırıq. Onda belə başlayıram. Özümə nasıldır? Nə? 8 sənə uşaqların şeyi var idi. Turniri var idi. Tanıyansın. Bu belə mənim ilk dəfə paylaşacağım bir videodur. Burada sizə estetik şəkilləri necə çəkdiyimi göstərirəm. Bu demək olar ki, hər yerdə işə yarayan bir taktikadır. Çəkmək istədiyiniz obyektə hər tərəfdən baxa bilərsiniz ki, hansı rakursdan çəkmək daha uyğundur sizin üçün. Sonra keçirsiniz əsas məsələ işıq və kölgəyə. -0.7 demək olar ki, hər zaman işə yarayan işıq dərəcəsidir. Bəzən elə məkanlar olur ki, daha qaranlıq olduqda onu -0.3-ə də qoya bilərsiniz. Daha sonra işığın düşmə bucağı ilə oynayırsınız. Burada sizə nümunə göstərmişəm. Mən çox vaxt təbii olanı seçirəm. Fokusu netləyib çəkmək istədiyim tərəfdən kadrı götürürəm. Bu arada, əgər ki bu kimi obyekti tək çəkmək istəyirsinizsə, uzaqdan 2x ilə çəkməyinizi tövsiyə edirəm. O zaman daha estetik görünür. Salamlar. Bugün Gənclik Molda Mangoda çəkilişimiz var Aytənlə. İndi ora keçirəm. Çalışacağım hər şeyi yenə sizə göstərim. Görə bugün necə bitəcək. Sadəcə bugün bir çəkilişim var. Sonra yenə siz sabah görəcəksiniz məni bir də. Evlilikuna olmayın deyə bilərəm. Bəlkə Almaniya eləyəcək istənsəm ödəyim. Doğru. Hayat dedi ki bəsdir, bizə kilolar verdik. Ayaq balcı olsun. Bunu çıxardım. Sizi bezdirdim. Salam, Salam, Kamran. salam, salam. Növbəti lookumuz First Day lookudur. Elə mənə baxın. Çox gözəl oldum. Biz burada nə seçdik Kamran? Saçım çıxdı. Çantamız, stilettolarımız, yox, stiletto yox. Dik taban. Tamam. Hə. Aytən look seçir Kamran bəylə, mən sizə gəzirəm. Deyirəm ki, Mango necə dəyişib. Əvvəl Mangoda 25 yaş üstü nələrsə var idisə, indi tamamilə 35 yaş üstü nələrsə var və bu biraz qəribədir. Bəyənərsiniz və bu sizin üçün inspiration olar. Yaxşıdır. Bəsə, nə oldu? Nə? Heç nə üstündən keçdilər, gəbədədik. Bir də. 1-2, səs gəlir. 1-2. Biz necə deyirdik? Sevgililər gününə gəldik. Yox məncə. Çəkilişi bitirdik, gedirik bir şeylər içək. Çəkilişi bitirdik, gedirik bir şeylər içək. Soyuq kofe içməsəm ürəyim partlayacaq. Səhər götürməyi unutdum. Gəldik Librafa girməyə. Mən burada sizə sevdiyim kitablardan göstərəcəm, bir də almaq istədiklərimdən.
kitablardan göstərim. Düzü mən öz istədiyim kitabları tapmadım. Mənim bir dənə kitab listim var. Bura qoyaram. Ora yazıram kitabların adlarını, mənə maraqlı gələn kitabların adlarını və janrlarını. Daha sonra 1, 2, 3 deyə sıralayıram ki, hansını birinci almaq istəyirəm, hansını ikinci, hansını üçüncü. Almaq istədiyim ehtiyac əsasən dəyişir bu normalda. Orada mənə maraqlı gələn küçük kitab var idi, onları çəkdim sizin üçün. İzlərim, sizin maraqlı olar. Bu arada baxmayaraq ki, mənim işim bu olsa da, yəni kamera ilə video şəkil çəksəm də daima, başqası üçün nəysə çəkəndə kənardan o baxılan gözləri çox da rejimə almıram, rahat oluram. Çünki başqası üçün video çəkirəm, amma özümü çəkəndə, özüm üçün nəsə çəkəndə nədənsə biraz utanıram. Çünki insanlar sanki anormal bir şey edirəmiş kimi baxırlar. Məncə artıq elə bir yerdəyik ki, hər şey çox aydındır. Hətta mənim bəlkə indi fikrimin dağılmağından, tez-tez kənara baxmağımı da hiss edə bilərsiniz ki, mənə necə baxışlar olur ki, mən də dayana bilməyib qarşılığını verirəm. Yəni belə, ona deyirəm ki, məncə artıq elə bir vaxtdayıq ki, hamı hər şeyi çəkir. Yəni telefonla kimisə özünü çəkdiyini ya da nəsə danışdığını görəndə şoka düşməmək lazımdır. Amma insanlar hələ də sanki belə bir şey qoyublar. Düşündüm ki, görəsən nədir? Prosto elə belə bəzəydimi? Sən demə disk təmir. Parkingdə kimsə danışır, səsi bura kimi gəlir. Neysə, bunu sizə göstərmişdim. Mütləq məncə dadına baxın. Əgər gilə meyvə, yulaf və fıstıq, fındıq belə şeylər sevirsinizsə. Suyumu çıxanda götürmüşdüm, kofe yerinə su götürdüm. Bu hal-hazırda axşam saat 6-da çəkilən videodur. Görürsünüz ki, keyfiyyət o qədər də yaxşı deyil. Halbuki telefonum həmişə kimi düzgün tənzimləmələrdədir. İndi sizə işığın vacibiyyətini göstərəcəm. Telefonun dayandığı istiqamətdən işıq mütləq ki, üzü bizə tərəf düşməlidir. Bunda kameranın özünün keyfiyyəti necə dəyişdiyini indi görəcəksiniz. Əlimdə belə bir işıq var. Bunu buradan tuturam və keyfiyyəti özünüz görürsünüz necə dəyişir. Birbaşa telefonun qarşısına qoyuram. Keyfiyyəti görürsünüz. İşığı istədiyim tonda eləyə bilərəm. Sarı, ağ və yaxud çoxalda və azalda bilərəm. Məsələn, hal-hazırda məni fokuslayır. Məsələn, hal-hazırda 8%-ə qoymuşam işığın yüksəkliyi dərəcəsini və belə düşür işıq. İndi bunu qaldıraq. İndi basılı tuturam və 100%-ə qədər qalxacaq. Fərqi görürsünüz. Gəlin bunu sarı işıqda da yoxlayaq. Qaldırıram. Fərqi özünüz görün. Artıq gözümə çox düşür. Telefonda dəyişən keyfiyyətdə görürsünüz yəqin ki. İndi belə göstərək. Mən niyə məhz bu qədər işıqda qoyuram? Çünki siz başqa bir telefondan istifadə etsəz, bu işığınız yoxdursa, həmin flaşın dərəcəsi bu işığın məhz bu ayarı ilə bərabərdir. Onun üçün belə qoydum. Daha rahat istifadə edə biləsiniz. Gələn dəfə isə işığın dəyişmə istiqamətini göstərəcəm sizə. Məsələn, özü belə göstərim. Amma daha ətraflı daha sonra. Yaxşı. Vloguma qoyacağım, düşmək istəmir vlogumda. Buna bax. Sən vur Zeynal. Çevir belə, bax belə. Bunu bilirsən ki, onu hər istədiyin yerə qoyub. Bəs bu nə olacaq? 9 sarı. Hara istəyirsən, nə istəyirsən sayıla bilər. Ora qoysan hə 9 hesablanacaq. Bura qoysan 2 hesablanacaq. Yəni hara istəyirsən onu. Elə bil ki mən belə olsaydı amma Ya bilsən nə edirsən? Gəl sənə göstərim. 9-u qoysan 10-un altına. 9, 10, 11, 12, 14. bir dənə də. Hə, ay sağ ol. 9-u qoysan ora. Hə, doğrudan. Bax, orada deməli səndə nədir? 7, 8. Bu 8 sarıdır. Bu da 7 sarıdır. Bir dənə qalıb 9-um artıq.
Günün sonunda dostlarımız gilə gedirik və çox gözəl gün keçiririk. Onların yeni quşlarını görməmişdik. Tam 5 ədəd quşları var. Siz kadrda pişik də gördünüz. Adı Lunadır. Hətta bizim pişiyin bacısıdır. Bunu sizinlə Instagramda bölüşmüşdüm. Hər nəysə, izlədiyiniz üçün təşəkkür eləyirəm. Kanala isə abunə olub bəyənə bilərsiniz.